Doğumdan sonraki depressiya xarici ədəbiyyatda buna postpartum depressiya deyilir və doğumdan sonraki psixoz nədir? Bugün bu haqqda sizə məlumat verəcəyəm. Mövzuya belə bir başlıqlar adı altında daxil olmaq istəyərdim. Cəmiyyətimiz arasında doktor doğdu, doğandan sonra başı pozuldu deyə ifadələr işlədilir. Əslində doğuş normal bir fizioloji haldır. Doğuşun normal, yəni fizioloji və yaxud da cərrahi əməliyyatla, keysəriyyə əməliyyatı ilə olmasından asılı olmayaraq doğum vaxtı hər bir qadında anatomik, fizioloji, psixoloji və hormonal dəyişikliklər formalaşır. Zahalıq dövrü deyilən bir dövr vardır ki, bu hamiləliyini keçirmiş, doğmuş qadınlarda 40 günü əhatə edir. Doğumdan 2-4 həftə müddətində ana olmuş qadınlarda bir depressiv ruh halı formalaşa bilər. Əgər bu 2 həftənin üzərində davam edirsə və 3 ayı əhatə edirsə, artıq biz doğumdan sonraki depressiya diaqnozu təyin edə bilirik. Doğumdan sonraki depressiya xəstəliklərin beynəlxalq təsnifatı və DSM üzrə sırf psixiatrik bir pozuntudur, psixiatrik bir xəstəlikdir. Daha detallı desəm, nevrotik xəstəliklər qrupuna, nevrotik pozuntular qrupuna daxil edilir və əhval-ruhiyyə pozuntularının alt qrupudur. Doğumdan sonraki depressiya daha sonraki etaplarda dərinləşdikcə, xronikləşdikcə, progressivləşdikcə, əlamətləri residivləşdikcə doğumdan sonraki psixoza keçə bilər. Doğumdan sonraki depressiyanın kliniki əlamətləri hansılardır? Gəlin bunlara nəzər yetirək. Hamiləlik etapından 3 ayından etibarən bəzən hamilələrdə əhval-ruhiyyənin aşağı olması, özünə qapanma, çökkün ruh halı, yorğunluq, əzginlik, tərləmə halları müşahidə edilə bilər. Lakin bu hallar artıq hamiləlik irəlilədikcə doğuşa doğru daha da progressivləşmiş olur və doğuşdan dərhal 2 həftə müddətində əhval-ruhiyyə pozuntusu daha da artır, özünə qapanır, maraq dairəsi azalır, zövq alması azalır, əsəbi, gərgin, qıcıqlı olur, övladına qarşı aşırı dərəcədə həssas olur, ailə-daxili münaqişə və mübahisələrə meylli olur, həyat yoldaşı ilə tez-tez mübahisələr edir və nəticə etibarilə gün ərzində əsəbi, qıcıqlı, gərgin vəziyyətdə olur. Hər hansısa bir təhlükə olmadan özünün və övladının başına bədbəxt və pis hadisələr gələcəyini düşünür. Bu düşüncələr gün ərzində onun beynində cərəyan edir. Ona qorxu, həyəcan, təşviş, təlaş, tədirginlik yaradır və nəticə etibarilə gecə yata bilmir. Yuxusuzluq yaranmağa başlayır. Başını yastığa qoyduqda belə yuxuya keçə bilmir. Narahat və gərgin olur. Səhər yatağından qalxmaq istəyi yaranmır. Artıq bir depressiv ruh halı formalaşmış olur. Övladına baxmaq istəmir. Övladının altını dəyişdirmək istəmir. Süd verib əmizdirmək istəmir. Qorxular yaranmağa başlayır. Övladını itirmək qorxusu, onun başına hər hansısa bir təhlükə gəlmək qorxusu, övladıma baxa bilmərəm, birdən ona qayğı göstərə bilmərəm deyə təhlükələr yaranır. Və nəticə etibarilə bu hallar get-gedə progressivləşir, dərinləşir və sadaladığım bu klinik əlamətlər daha sonraki etapda fiziksel, yəni bədənsel somatik əlamətlərə keçə bilir. Nəticə etibarilə şəxsin bədənində ağrılar yaranır. Ağrılar baş ağrıları, döş qəfəsi ağrıları, bel ağrıları, ətraflarda ağrılarla ifadə olunmuş olur. Və daha sonraki etaplarda qadının bədənində yanma, sancma, göynəmə, dartma tipli ağrılar formalaşır. Həmçinin qadında tərləmə, titrəmə, əsmə, temperaturanın qalxması, üşütmə kimi fizioloji aktlar formalaşır. Eyni zamanda ürək döyüntüsü artır, təngi nəfəslik yaranır, mədə-bağırsaq sistemi sürətli işləməyə başlayır, bəzən qəbizlik, bəzən isə ishalla nəticələnir və nəticə etibarilə qadında tez-tez köp halları müşahidə edilir. Sadaladığım bu psixoloji və fiziksel əlamətlər getdikcə progressivləşərək dərinləşir, xronikləşir, müalicə olunmadıqda və ailə tərəfindən dəstək olunmadıqda doğumdan sonraki psixoza keçir. Doğumdan sonraki psixoz nədir? Doğumdan sonraki psixoz halı doğumdan sonraki depressiyadan daha sonra formalaşan bir psixiatrik pozuntudur. Bu zaman qadında psixotik əlamətlər formalaşmağa başlayır. Nəticə etibarilə bu zaman onlarda şübhələr yaranmağa başlayır. Biz buna paranoyalar deyirik. Qadın şübhələnir. Övladım mənim övladım deyil. Bunu mən doğmamışam. Xəstəxanada səhv salıblar. Həkim və yaxud da ki tibb bacısı bunu bələyi ilə səhv salıb, geyimi ilə səhv salıb bizə veriblər. Bu mənim övladım deyil. Və yaxud da ki aşırı dərəcədə övladına qarşı həssas olur. Övladımı götürüb qaçarlar, məndən ayrılarlar deyə övladını qucağına alaraq evin başında o başa gedir. Ona kiminsə xətər yetirəcəyi qorxuları yaşamağa başlayır. Və yaxud da ki övladını pəncərə qarşısında tutarkən qucağından salacaq və yaxud da ki mətbəx bıçağı ilə xəsarət yetirəcəyi deyə düşüncələr yaranmağa başlayır. Həmçinin ailədə ailə üzvlərinin övladının və onu zəhərləyəcəklər,
öldürəcəklər deyə şübhələr yaranmağa başlayır. Övladının və yaxud da ki, onun yeməyinə, qidasına, suyuna, çayına zəhər qatacaqları düşüncələri yaranmağa başlayır. Nəticədə övladını əmizdirməkdən, qidalandırmaqdan imtina edir. Özü qidalanmır, yemək yemir, qidadan imtina edir. Aşırı dərəcədə arıqlamağa, bədən çəkisini itirməyə başlayır. Nəticədə kaheksiya, anoreksiya formalaşır. Halüsinasiyalar yaranır. Bunlar eşitmə, yəni qulağına uzaq məsafədən və yaxud da ki, beyninin içindən müxtəlif səslər gəlir. Bu səslər ona əmrlər edir. Dur, övladını götür, qaç, otağı tərk et deyə fikirlər formalaşır. Və nəticə itibarilə qadın otaqda o başa-başa qaçır, övladını qucağına götürərək qaçır. Ona elə gəlir ki, övladını oğurlayacaqlar və yaxud da ki, övladını oğurlayacaqlar deyə qulağına səslər gəlməyə başlayır. Bunun fonunda rəngi avazıyır, üzü qızarır, vahiməli bir baxış alır və sadaladığım bu klinik əlamətlər getdikcə proqressivləşərək kəskinləşir, xronikləşir və qadının həyat keyfiyyətini pozur, funksionallığını azaldır və nəticə etibarilə ətraf mühitdən, kənar şəxslərdən və ailə üzvlərindən təcrid edir, özünə qapanır, ağlayır, gərgin və əsəbi şəkildə olur. Doğumdan sonraki psixoz və doğumdan sonraki depressiyada beyin kimyası necə dəyişər? Gəlin indi isə bunlara aydınlıq gətirək. Doğumdan sonraki depressiya və doğumdan sonraki psixoz zamanı beyində neyromediator sistemində, yəni neyromediatorlar tanıdığımız müxtəlif neyromediatorların funksiyasında, yəni onların sintezində və ifrazında dəyişiklik yaranır. Bu zaman xüsusən serotonin miqdarı azalır. Əgər bu doğumdan sonraki depressiyadırsa, psixoza doğru irəlilədikcə isə psixotik pozuntular zamanı beyində dopaminin miqdarı artır. Nəticədə həmin bu müddət ərzində artıq patogenetik olaraq doğumdan sonraki depressiya və doğumdan sonraki psixoz formalaşmış olur. Doğumdan sonraki depressiya və yaxud da ki, doğumdan sonraki psixozun risk faktorları hansılardır? Gəlin indi isə bunlara aydınlıq gətirək. Doğumdan sonraki depressiya və doğumdan sonraki psixoz zamanı qadınlarda uşaqlıq və yaxud da ki, yeniyetməlik dövründən etibarən hər hansısa bir nevrotik pozuntunun, depressiv pozuntunun olması və yaxud da ki, endogen bir xəstəliyin olması, şizofreniyanın və yaxud da bipolar affektiv pozuntunun olması müşahidə edilə bilər. Lakin doğuş həmin bu halların baş qaldırmasına, provokasiya olunmasına, yəni kliniki əlamətlərin yenidən alovlanmasına səbəb ola bilər. Lakin doğuş və yaxud da ki, hamiləliyin olması həmin bu yeniyetməlik və yaxud da ki, uşaqlıq çağında müşahidə olunan psixotik pozuntuların yenidən alovlanmasına, proqressivləşməsinə və yaxud da ki, baş qaldırılmasına səbəb ola bilər. Həmçinin genetik faktorlar burada önəmlidir. Ailə üzvlərində, yaxın qohumlarında hər hansısa bir psixiatrik pozuntunun olması, eyni zamanda qadının uşaqlıq və yaxud da ki, yeniyetməlik çağından cinsi təcavüzə, cinsi istismara və yaxud da zorakılığa məruz qalması, həmçinin ailədaxili şiddət görməsi, daim döyülməsi, fiziki təzyiqlərə məruz qalması, sosial-ekonomik durumunun aşağı olması, ailədən dəstəyin olmaması, daim özgüvənsiz ailədə böyüyən qız uşaqlarında müşahidə edilə bilər. Həmçinin istəksiz ailə həyatı qurulduqda istənilməyən hamiləlik, istənilməyən övladın olması və bir sıra psixoloji və stress faktorları doğumdan sonraki depressiya və doğumdan sonraki psixoza təkan verə bilər. Doğumdan sonraki depressiya və doğumdan sonraki psixozun müalicəsi. Doğumdan sonraki depressiya və doğumdan sonraki psixoz tam müalicə olunub sağlam bir xəstəlikdir. Müalicəsində bir neçə üsuldan istifadə edilə bilər. Birincisi psixoterapiya, İkincisi farmakoterapiya, yəni dərman müalicəsi. Dərman müalicəsində istifadə olunan dərman preparatları, birinci qrupda istifadə olunan dərman preparatları antidepressantlardır. Antidepressantlar vasitəsilə qadında yaranmış olan depressiv ruh halı aradan qalxır, əhval-ruhiyyəsi stabilləşir, özünə qapanmağı, həyatdan zövq almamağı, ağlama halları bərpa edilmiş olur. İkinci qrup dərman preparatları kimi trankvilizatorlar və yaxud da buna anksiolitiklər, benzodiazepin qrupu dərman preparatları istifadə edilir. Qadında yaranmış həyəcan, təşviş, qorxu, təlaş hissinin daha tez bir müddətdə antidepressantlar təsir edən müddətə qədər aradan qaldırılması təmin edilir. Üçüncü qrup dərman preparatları kimi əhval-ruhiyyə stabilizatorlarından istifadə edilə bilər. Dördüncü qrup dərman preparatları kimi antipsixotiklərdən və yaxud da buna neuroleptiklər deyirik, istifadə edilir. Antipsixotiklər vasitəsilə qadında yaranmış olan dərinləşmiş depressiv ruh halında intihar düşüncələri, intihar fikirləri, intihar cəhdlərinin qarşısı alınır, yuxusu bərpa olunur. Psixotik əlamətlər, psixoz, yəni sayıqlamalar, paranoyalar, qulağına gələn səslər, eşitmə və görmə halüsinasiyaları aradan qalxmış olur. Digər bir dərman preparatları kimi beta-blokatorlar istifadə edilə bilər və həmçinin doğumdan sonraki psixoz və depressiya zamanı digər bir müalicə üsulu kimi EKT,
yəni elektrokonvulsiv terapiya istifadə olunur. Bu zaman beynin müxtəlif bölgələrinə elektrodlar qoymaqla, beyni elektrik cərəyanı verməklə həmin pasientdə, həmin qadında epilepsiya bənzər qıcolma tutmaları, cəng olma alınmış olur və bu da bir müalicə üsuludur. Qeyd etmək istəyərdim ki, doğumdan sonrakı depressiya və doğumdan sonrakı psixoz psixiatrik bir pozuntudur və tam sağalır. Sizin psixiatr həkiminiz doktor Aytən Namazova.